Ona elə bir gün əlavə keçirəm müəllimə, dərsimiz üst-üstə düşmür deyə. Bugün nəsə məktəbdən çağırıblar, ona görə qoşula bilməmişdi. Həm də Fatimə də baxar, burdan ona motivasiya verək. İnşallah xoş xəbərlərlə dönər. İndi qızlar, birinci hissəmiz Azərbaycanın torpaq, bitki örtüyü, bir də ki, heyvanlar aləmidir. İstəsiz belə danışaq da, torpağı, bitkisi, sonra heyvanat aləmi belə danışaq. Kompleks şəkildə də danışa bilərik. Mən çünki videoların birində sizə tək torpağı izah elədim. O birisində istər-istəməz mən landşaftı deyəndə torpağı deməliyəm də. O, yəni ayıra bilmədim açığı. Ona görə də digəri də ümumi şəkilli oldu. Əgər elədirsə, torpağı bizə Nigar danışsın. Buyurunuz Nigar xanım. Deməli, respublikamızda iki cür torpaqlar var. Dağ və düzən torpaq olmaqla iki yerə bölünürlər. Dağ torpaqları bunlardır. Məsələn, dağ çəmən, dağ meşə, dağ şabalıdır, dağ qara, dağ sarı torpaqlardır. Düzən torpaqlarına məsələn Gəl müəllimə xəritə açım da. Dayan. Xəritələrim. Qoy. Sənə daha nə olsun? Həm də ki, mən xoşduram göz yaddaşı, yaradıram adətən. Bilmirəm, indi sizdə vəziyyət necədir? Yaxşı olar inşallah. Amma adətən düşünürəm ki, şagirddə göz yaddaşı yaratmaq lazımdır. Bircə saniyə. Buyur əzizim, bu möhtəşəm xəritənin eşliyində. Sonra düzən torpaqlar var. Düzən torpaqlarda boz çəmən, boz qonur, şorakətli boz qonur, şoran, çəmən meşə, alüvyal çəmən, bataqlıq çəmən, podçollu, sarıqlı torpaqlara bölünür. Biz məsələn başlayaq dağ torpaqlarından. Deməli, dağ çəmən torpaqları əsasən ölkəmizin 15%-ni əhatə edir. Bu torpaqlar əsasən Böyük və Kiçik Qafqazda, sonra Naxçıvanın yüksək olan sahələrində 1800-2000 metr aralığında olan sahələrdə yayılmışdı. Dağ çəmən torpaqları nisbətən daha hündürdə yerləşirlər və burada bitki qurşaqları soyuq və nəmli havada tədricən çürüdüyü sahələrdə ibtidai və torflu torpaqlar formalaşır. Bu qurşağın alt sərhədində də isti bitki köklərinin çox inkişaf eləməsi də burada çimli, bir də ki, yumşaq çimli yarım tiplərinə bölünməsinə gətirib çıxarır. Ondan sonra gəlir dağ meşə torpaqları. Deməli, dağ meşə torpaqları da dağ çəmən torpaqlarından aşağıda, hardasa 700-2000 metr aralığında yaranmışdı. Bu torpaqlar deməli, çürüntü ilə zəngin olurlar. Soyuq iqlim şəraitində olurlar. Burada əsasən dağ meşə torpaqlarında rütubəti sevən fıstıq meşələri olur. Burada isə fıstıq meşələrində, yox. Hətta fıstıq və vəls meşələri olur. Aşağıda palıddır. Aşağıda palıd, qəhvəyinin üstündə elə bil ki, qəhvəyi dağ meşənin üstündə palıddır. Qonur dağ meşənin üstündə bitən ağac fıstıq vələsdir. Bəli. Sonra gəlir qəhvəyi dağ meşə torpaqlarıdır ki, bunlar əsasən qəhvəni dedim mən. Qəhvəyini indi deyirik. Qəhvəyidə nə bitir? Qəhvəyidə dedik ki, bitir. Palıd meşələri orada yerləşirdi. Palıd. Sonra sarı dağ meşə torpaqları gəlir. Bunlar da əsasən Talış dağlarının ətəklərində yayılmışdı bu torpaq tipləri. Sonra dağ qarı torpaqları var ki, bu da ən çox Böyük Qafqazın cənub yamaclarında, Şamaxıda, İsmayılıda, sonra Kiçik Qafqazın şimal yamaclarında da rast gəlirmiş, Şəmkirdə, Gədəbəydə. Bu torpaqlar, dağ qarı torpaqları 700-800 metr hündürlüklərdən 2 metr qədər olan hündürlükləri əhatə edir. Elə ki, qırılmış meşələrin altında meydana gəlir bu torpaqlar. Qırılmış nələrim. Və burada əsasən taxıl əkilir. Bəli. Sonra şabaldı torpaqlar gəlir ki, bunlar da əsasən mülayim isti iqlim şəraitində formalaşırlar. Bunlar meşə qurşağından aşağıda 400-800 metr hündürlüklər arasında dağ çölləri altında yerləşirlər. Deməli, şabaldı torpaqlar özü də iki yarım tipə bölünür. Tünd, bir də açıq tipləri olur. Məsələn,
Böyük Qafqazda, Kiçik Qafqazın dağ ətəyi ərazilərində, Gəncə, Qazaxda, ondan sonra Qarabağ düzlərində geniş yayılıb. Sonra gəlir düzən torpaqlar. Dedik ki, düzən torpaqlarda boz çəmən, boz qonur, şorakətli boz qonur, şoran, çəmən meşə, alüvial çəmən, bataqlıq çəmən, podzolu, sarı qleyli torpaqlara bölünür. Bəli. Deməli, İndi müəllimə boz açıq şabaldıdan tünd şabaldını fərqləndir. Hansı xəttə yayılıb? Ən çox suallar düşən. açıq şabaldı ilə tünd şabaldı. Hı. Deməli, açıq şabaldı əsasən Qarabağ, Mil Qarabağ düzlərində yayılıb. Yalasa. Gəncə, Qazax ərazilərində yayılıb. Tünd şabaldı da harda yayılmışdı? Yadımdan çıxdı. Müəllimə bax, şabalıdır. Dedik 2 dənədir. Açıq şabaldı, bir də ki tünd şabaldı. Açıq şabaldı Gəncə, Qazax, Mil Qarabağdır. Qalan bütün ərazilərdə bax, bura bax, elə burada əsli sənə çox kopya verirəm. Fikir bax bu hissədə tünd boz qəhvə idi digər adı, dağ tünd şabaldının. Bir də ki, bax açıq şabaldı, bir də ki nə? Bax bu hissədə. Bax Gəncə, Qazax bu hissələrdə açıq şabaldıdır. Qalan bütün dağ ətəyi ərazilərdə tünd şabaldı yayılıb. Demək, Mil Qarabağ, bir də Gəncə, Qazax. Bunu yadımızda saxlayaq. Açıq şabaldı. Mil Qarabağ, Gəncə, Qazax. Mil Qarabağ, Gəncə, Qazax. Aha. Başqa? Sonra deməli, boz torpaqlardan, məsələn, boz torpaqlar deyə bilər ki, bunlar əsasən Naxçıvanın yarım səhralarında, Kür-Araz ovalığında yayılmışdı. Sonra boz qonur torpaqlar var ki, bunlar da əsasən yarım səhra ərazilərdə, quru çöl iqlimində əmələ gəlmişdilər. Amma bunların qida elementləri ilə ki, zəifdir, zəif təmin olunub. Boz qonur torpaqlarda ki, ən çox Abşeronda, Qobustanda rast gəlinir. Sonra gəlir şorakətli boz qonur torpaqlar. Bunlar da əsasən Qobustanda, Acınoxor düzündə, Abşeronun hardasa qərb hissəsində, Samur Dəvəçi ovalığında yayılmışdı bu şorakətli boz qonur torpaqlar. Ondan sonra boz çəmən torpaqları var ki, bunlar da əsasən Muğanda, Arazda, Mil düzündə, Naxçıvanın Arazboy düzənliklərində, sonra Salyanda və s. boz çəmən torpaqları yayılmışdır. Deməli, bu boz çəmən torpaqları elə ki, əsasən bu torpaqlarda pambıqçılıq, quru subtropik meyvəçilik, bir də taxılçılıq inkişaf eləmişdi. Sonra şoran torpaqlar var ki, bu torpaqlar da Arazboy düzənliklərdə, Kür-Araz ovalığında, Abşeron da yayılmışdı. Bunlar bu, nə bilim, yarasa yoxladıram. Burada belə şoranlıqlardır. Bax, şoran hissə. Ən çox fikir ver, bax burada. Bir də burada alüvial çəmən torpaqları var. Bu Qızılağac körfəzi ətrafındadır, bax burada. Bəli. Sonra çəmən meşə torpaqları var ki, bunlar da Şollar düzündə, Qanıq Əriçayda, Qanıq çayında, Kür və yaxud da Araz çaylarında əsasən yayılmışdı. Alüvial çəmən torpaqları da eynən həmin ərazilərdə yayılmışdı. Yox, hə. Sonra bataqlıq çəmən torpaqları var ki, bunlar da dedik ki, Qızılağac körfəzi sahillərində, Ağzıbirçala gölünün ətrafında, Mil düzündə, Lənkəran ovalığında və s. yayılmışdı. Sonra ən sonuncu gəlir Podzolu, Sarı qleyli torpaqlar. Bunlar da əsasən Lənkəran ovalığında geniş yayılmışdı. Sağ olsun. Tamamilə doğru. Bu da bizim torpaqlarımızdır. Firuzə, sən bizə danış hidropon, kokopit, endemik relikt bitkilərdən. Deməli, ilk öncə insanlar yaşadıqca, yəni ki, hələ elə yaşadıqca, yəni ki, torpaqlarımız biraz da, yəni ki, yararsız olmağa başlayır. Yəni dəyişir həm də. Bu həm iqlim, həm də relyefin, yəni təsirindən asılı olan bir şeydir. Deməli, ilk öncə hidropon və kokopitdən danışım. Birinci hidropondan danışım. Deməli, hidropon isti və quraq iqlim şəraitində daha çox, yəni ki,
yəni tətbiq edilməsi daha əlverişli olur onun. Və bir də neysə mən soruşacaqdım ya. Neysə yadıma çıxdı. Yadda saxla. Bəli. Yadına düşəndə mənə yaz elə birbaşa oldu. Bəli, oldu. Nəsə bir söz var idi, tam başa düşmədim, ona görə soruşacağım. Bəli, dedik ki, yəni hidropon daha çox isti və quraq iqlim şəraitində, yəni hidroponun tətbiq edilməsi daha əlverişli olur və bu da bitkilərin yəni zənginləşdirilməsinə gətirib çıxardır. Daha sonra isə kokopit var idi. O da Cənubi Asiyada bitən kokos meyvəsinin, yəni onun üzümündən, yəni qabığından daha doğrusu hazırlanır. Belə kərpic formasında yığılır daha çox. Deməli bu da yəni kərpic formasında azacıq su əlavə etdikdə, yəni torpaq əvəz edə bilir. Daha sonra nə haqqında danışacağım başqa? Bitkilər, relikt, endemik və Azərbaycanın bitkiləri. Bəli, çox uzatmayayım. İlk öncə Azərbaycanda 4,3 min, dünyada isə təxminən 500 mindən çox bitki növü mövcuddur və dünya bitkilərinin 0,84% demək olar ki, Azərbaycandadır. Lakin iqlim dəyişikliyinə görə də bu sayı biraz aşağı düşməkdədir. Deməli, ilk öncə Respublikamızın ərazisində çoxlu sayda biz bilirik ki, endemik və relikt bitkilər vardır. İlk öncə endemikdən danışım. Endemik bitkilər, yəni ki, müəyyən ərazi üçün, yəni müəyyən əraziyə aid olan bitki növü, yəni bitkilər daha doğrusu və ən çox endemik bitkilər Azərbaycanın Talış dağları ətrafında, ondan sonra Zuban çökəkliyində, Naxçıvanın otluq ərazilərində, yəni hətta Acınöhrə Ceylançöl idi. Hə, oraydı. Yəni bu ərazilərdə də yayılmışdı. Daha sonra misal göstərə bilərəm. Sonra həm də bunlarla yanaşı Şamaxı, ondan sonra Talış, ondan sonra Qarabağ, yəni ilk öncə onu burada keçənlər deyim. Qarabağ Belə bil ki, endemiklər relikt qalıbdı. Endemik sadəcə bu ərazidə bitəndir. Endemiklər daha çox bizdə necə olur? Otlar olur. Amma reliktlər adətən ağaclar olur. Dəmir ağacıdır, nə bilim, şümşaddır, sonra o biri nə idi adı yadımdan çıxdı. Şabaldı yarpaq palıddır, nə bilim, Lənkəran akasiyası filandır da. Və bunlar görürsən reliktdir. Reliktlər şey olur. Ağac olur əsasən, amma bitkilər olur. Məsələn, Xəzər dağ laləsi, xarı bülbülün özü. Onlar endemikdir. Aysa, endemikdir. Yəni sadəcə orada bitir. Görsən ağacı hər yerə əkə bilirsən, amma o bitkiləri bir yerdən başqa yerə apara bilmirsən, belə deyək. Aha. Hə, misal çəkməkdə qalmışım. Qarabağda məsələn dağ laləsi var. Lənkəranda zambaq, ondan sonra Şamaxı və Talış ərazisində qərənfil, ondan sonra Xəzərdə zəfəran, yəni bu tip buralara aid bitkilər var idi ki. Bir də haraydı sonra şəni var idi. Sən, aha. Adlı yalnız. Daha sonra relikt gəlir. Relikt bitkilər də yəni keçmiş dövrdən yəni qalıqlar daha doğrusu da, yəni qalıqlar vasitəsilə yaranırlar və 4-cü dövr buzlaşmasına məruz qalmayıblar o bitkilər. Relikt bitkilər ən çox belə Talış dağlarında yayılıb və buna misal olaraq biz dəmir ağacı, ondan sonra nə var idi? Azot var idi, şümşad, ondan sonra Eldar şamı, saqqız ağacı, sonra nə var idi? Qafqaz xurması, ondan sonra hə, bir də Hirkan ənciri. Hə, bunun adını unutmuşdum. Hirkan süsəni var idi. O da endemik aid idi. Hirkan ənciri dedik, bu relikt bitkilərə aiddir. Yəni bunlar var idi.
bu qədər. Evet. Real-2-də də danışdım. Hı hı. Bəli. Misallarını göstərdim. Nigar bizə dağdakı ağaclardan danışdı. Sən bizə danış. Azərbaycanda dedik 7 dənə iynəyarpaqlı ağac növü var. Bunlar hansılardır? Əslində 3 dənədir də, 3 dənə. Mən deyim müəllimə. Yo. Firuzəyə Hə, verdim. hə. Dedin. Tamam. Ən əsas iynəyarpaqlı hansıdır? Hə, iynəyarpaqlı, Eldar şamı, Bəli, bir şam, 2 bəli. Belə o qara çöhrə. Ay, sağ ol, əlasan. Qara çöhrə, bir də Bir də sizə bildim. Yox. Bir qəribə də adı var idi. gözəl adı var idi. Ardıc. Mən dediyim Baxın, bunu testlərdə çox qabağımıza çıxacaq. İndi ikinci hissədədir də Azərbaycanın testləri. Bax, ardıc. Sonra şam, bir də qara çöhrə. 3 dənə. Şam, ardıc, bir də ki qara çöhrə Azərbaycandakı iynəyarpaqlı bitkilərdir. Başqa burada qeyri-adi bir şeyə ehtiyac yoxdur. Sonra yarımsəhra quru çölün nələri də, qırtıç, daha doğrusu yarımsəhra quru çöldə dəvə tikanıdır, kaktusdur, sonra kəngizdir. Dağ çəmənlərində də qırtıc, ağot və s. bunları misal göstərə bilərik. Bunları qoyuruq bir kənara. Çox sağ ol Firuzə. Nigar, bizə de, şabalıd, yarpaq palıd, şərq palıdı, araz palıdı. Bir də gürcü palıdı harda bitir? Bunlar sənə çox lazımdır. Şabalıd, yarpaq, palıd. Hə. Məşhur. Harda bitir? Yəni landşaf olaraq harda bitir? Ağac olaraq harda bitir? Deyim Lənkəranda. Şabalıd, yarpaq, palıd Lənkərandadır. Sonra şərq palıdı Böyük Qafqazın cənub-şərqində. Sonra var gürcü palıdı. Gürcü palıdı Həkəridən Gilgil çay hövzəsində. Dəmirağac da yenə Talışda, bir də ki Böyük Qafqaz dağlarında bitir. Yəni bu şəkildə öyrənməyiniz kifayətdir. Bir Eldar şamı var. Bu gün keçəcək milli parklarda Ceyran çöldə bitir. Qarmaqvari Şamda, Göygöldə bitir. Bu belə. İndi Nigar, bizə danış. Təbii landşaft, antropogen landşaft, zonal, bir də ki intrazonal. Deməli, təbii landşaft nədir? Yəni insan təsirinə məruz qalmayan bildiyimdə komponentlərə deyilir, komplekslərə. Antropogen landşaftla təbii landşaftın əksidir. Yəni bu insanın təsirinə məruz qalmış landşaft deyilir. Məsələn, bunlara misal ola bilərək yaşayış məntəqələri olsun, hər hansı insanlar tərəfindən yaradılmış tikililər, su anbarları, bunlar deyə bilərik. Sonra antropogen landşaft, mədəni landşaft da deyirlər. Belə landşaftlar yeni salınan meşələri falan elə bir ki, misal göstərmək olar. Parkı elə, parkı. Nə bilim, bir dənə süni bir gölü, yanında restoran falan edirlər. Süni göl yaradıb yanında restoran. Bunu deyə bilərik. Sonra nə dediniz müəllimə? Azonal, intrazonal. Azonal, intrazonal. Zonal landşaft əsasən düzənlik ərazilərdə formalaşmışdır. Intrazonalda elə bir ki, dağın ətəyindən zirvəsinə doğru formalaşır. Zonal landşaftlar əsasən iqlim şəraitinə uyğun olur ən çox. Məsələn, Samur Dəvəçi ovalıqlarında, Küraraz ovalığında, quru çöllərdə yayılmışdır. Sonra intrazonal landşaftlarda deməli
Dedim ki, əsasən onlar həm də deyə bilərik yeraltı suların təsiri ilə formalaşır intrazonal landşaftlar. Ay, sağ ol. Sonra azonal landşaftlar var ki, onlar da zonal landşaftın daxilində formalaşan landşaftlara deyilir. Ay, sağ ol. Azonal landşaftlar yaradan bir sıra amillər var. Məsələn, bunlar hansı, məsələn deyə bilərik ki, dağlıq ərazilər var ki, bu azonal landşaftlığı pozur. Yox, pozmur ya, əksinə azonal landşaftlar. İzah edeyim sənə müəllimə. İntrazonal, bu tərifdən deyim birinci, sonra da izah edəcəm. İntra odur ki, bir landşaft daxilində həmin landşafa xas olmayan başqa bir landşafın inkişafı. Məsələn, Kürboy Tuğay meşələri inkişaf edib. Bax bu. Bax bura bax. Sən bu yarım səhradır, bu sarı olan yer. Görürsən burada. Burada bu 9 inkişaf edib. 9 da çəmən meşə landşaftıdır. Görürsən, bu ərazidə buna xas olmayan başqa bir landşaft inkişaf edib. Bunu bildik. Bu intrazonaldır. Bir də var azonal. Bir şey zonal davam edir. İndi Firuzə o zonaldan danışacaq bizə. Azonal bu zonallığı pozur. Məsəl üçün Talış dağlarında dedik meşənin üstündə kserofit kolluq var. Meşənin üstündə çöl var, daha doğrusu üzr istəyirəm, çöl var. Demək, burada bir pozulub da və əvvəl belə götürmürdük. Əvvəl təkcə Talışı götürürdük. Amma indi 9-cu sinif dərsliyinə əsasən bütün dağları azonala aid götürürük. Yəni sən əgər Azərbaycan xəritəsi olsa, desək ki, harda azonal landşaft inkişaf edib, Böyük Qafqaz, Kiçik Qafqaz, Talışı götürəcəksən. Belə. Burada da landşaftı təsnif edərkən hansı ardıcıllıqdan aparılır? Landşaftı təsvir edərkən hansı ardıcıllıq var? Sinif, kömək edeyim. Sinif, yarım sinif, bir də tip. Yarım tip. Bir də növ. Yarım tip, bir də növ. Bir də növ. Aha. Oldu, təşəkkür edirəm Nigar. Firuzə. Demək, indi sən bizə landşaftlardan danışacaqsan, amma sənin müəlliməciyin o landşaftları burada göstərəcək. İnşallah. Aha, buyur. Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, bir də Talış dağlarında yayılan landşaftlardan danış müəlliməyə. Demək, onda birinci Böyük Qafqazın yəni yayılan landşaftı danışım. Danışım edək, yəni aşağıdan yuxarı Ay, son. Get. Demək, birinci gəlir yarım səhra, sonra gəlir quru çöl, sonra dağ çöl, dağ meşə, sonra Subad, Alp, ondan sonra Subnival, bir də Nival olaraq, yəni 8-dən. Sonra Kiçik Qafqaz, bir dəqiqə yarım səhranı çıxartam, bir də havanı çıxartam. Deməli, birinci burada quru çöl, dağ çöl, dağ meşə, Subnival, yox, Subnival deyirəm, yox, Subnival yox, bir dəqiqə, Subalp, Alp, bir də Subnival. Subnival, Nival yoxdur. Naxçıvan. Deməli, Naxçıvanda birinci gəlir yarım səhra, sonra quru çöl, dağ çöl, sonra dağ, düzgün tərəfim, kserofit, sonra nə gəldi? Deməli, dağ kserofiti dedim. Subalp, sonra Alp, bir də yox, ondan sonra Subnival var. Subnival, Nival gəlir. Ay, sağ ol. Demək, bir dənə meşə yoxdur. Bəli. Talış dağlarını burada biraz qısaltdım. Deməli, düzən meşə, dağ meşə, dağ yox, quru dağ, sonra dağ kserofit. Ay, sağ ol. Çölün üstündə, evin meşənin üstündə, düzən meşənin üstündə dağ meşə, dağ meşənin üstündə quru dağ çölü, dağ çölünün üstündə də dağ kserofit torpaqlar yayılıb həmin hissədə.
daha doğrusu landşaft yayılıb. İndi müəlliməyə sadəcə de görüm, bu ərazilərdə, dedik Naxçıvanda. Naxçıvanda meşə landşaftı olmasa da, bu səhifə demişdim, hansı nə inkişaf edib, necə deyim, torpaq yaranıb. Amma meşənin torpağıdır, amma meşə yoxdur. Dəqiqə. Hansı meşə idi o? Elə. O elə. Sual tam başa düşmədim. Necə əzizim? Sual tam başa düşmədim. Bax, müəlliməyə bax, bir dənə qulaq as. Naxçıvanda meşə landşaftı yoxdur. Bunu bilirik. Bunu qoydum kənara. Hə. Meşədə də hansı iki torpaq var? Dağ meşə torpaqları hansı vardır? Qəhvəyi, bir də ki qonur. Düz deyirəmmi? Aha. Bax, Naxçıvanda bunlardan hansı var? Baxmayaraq ki, şey yoxdur, meşə yoxdur. Amma meşənin həmin torpağı var. Yəni qonurmu, qəhvəyimi? Evet. Səncə? Birini de də. Ay sağ ol, sənin qəhvəyi var. Tamamilə doğru. Gəl bir dənə baxaq. Sənin deyəm, müsaadən bir dənə səs çıxar. Ay Firuzə, çıxsın da səs çıxanda nə olur? Nə olasın səs çıxanda? Deməli, məyər səhv edəndə insan səhvi bilməsə düzü tapmır. Amma daha imtahanda səhv eləmək yox da. Bax, görsən Naxçıvanın torpaqları. Boz çəmən, oldu mu? Və çəmən boz. Sonra gəlir Şabalıdır, açıq Şabalıdır. Sonra dağ tünc Şabalıdır. Sonra bura bax, qəhvəyi dağ meşə. Bax. Bir də dağ çəmən bozqır. Çünki o subaq alt çəmənləri var ya, bax orada yayılıb. Bu da belə qızlar. Demək, biz landşaftların sözün əsl mənasında böyük bir qismini bu şəkildə bitirdik. Bugün müəllimə danışacağam qoruqlar, milli parklar, bir də ki yasaqlıqlardan danışacağam. Qoruqlar, milli parklar, yasaqlıqlar. Bir də əlavə olaraq da danışacağam 3 dənə fiziki coğrafi rayonla 3 dənə. Daha doğrusu Böyük Qafqazdan danışım, Şürdən danışım. Digərlərini isə neyniyək? Elə bil ki, birlikdə baxarıq digər hissəyə. İndi gəlin bircə saniyə. Müəllimə bir də ora xəritə əlavə edim. Azərbaycanın qoruqları. Aha. Qoruqlar, milli parklar, yasaqlar, qızlar. Nəsə dedim Firuzə? Deyəcəydim ki, bonitirovoz neyse belə bir şey var idi. Bonitirovka mı? Nəsə elə bir şey var. Bəli. O nə idi tam olaraq? Təsnif edilmə olmalıdır, səhv eləmirəmsə. Təsnif edirlər, hissələrə bölürlər də. Azərbaycan torpaqlarının bonitirovkası elə bir şey olmalıdır. Hissələrə bölünür də, nə bilim bu əknə yaradıldı, bu əknə. Bildiyim qədərilə o, yəni hissələrə bölmə, hər hissələrə bölüb hər hissəni də adlandırırlar. İndi müəllimə həmin xəritəni qrupada atıram. Eyni zamanda neynirəm? Bir saniyə. Baxın, elə bu xəritənin üzərində müəllimə hamısını sizin üçün izah edəcəm. Azərbaycanın milli parkları, qoruqları, bir də ki yasaqlıqları. İlk növbədə qızlar, müəyyən bir mövzuya başlamazdan əvvəl nəyi bilməliyik? Əlbəttə ki, bu adın mənası nədən ibarətdir? İndi gəlin bir baxaq. Milli park nədir? Qoruq nədir? Yasaqlıq nədir? Baxın, milli park odur ki, ümumiyyətlə bu milli parkdır, qoruqdur, yasaqlıqdır nə üçün yaradılıb? Nəsli tükənməkdə, nəsli kəsilməkdə olan bitki və heyvanları qorumaq üçün yaradılıb və bunların da necə deyirlər, hamısının bir-birindən fərqli
xüsusiyyətləri var. Birinci başlayıram. Milli parkları qeyd eləyirəm ekranda. Neyləyəcəm? Atacam hissəsində. Demək, milli park. Milli parkı digərlərindən fərqləndirən odur ki, bitki və heyvanlar qorunur ortaq cəhətdə. Fərqi odur ki, milli parklarda insanların istirahətinə icazə verilir. İnsanların istirahətinə icazə verilir milli parklarda. Sonra qızlar, qoruqlar. Qoruqlarda istirahətə icazə verilmir və müəyyən bir elmi tədqiqat işləri aparıla bilər ancaq və ancaq qoruqlarda. Bir də var yasaqlıq. Həmişə dediyim kimi qızlar, yasaqlıq odur ki, nəsə bir şey yasaqdır da burada. Nə yasaqdır? İlk növbədə burada ən əsas yasaq olan məsələ ondan ibarətdir ki, yəni istirahət filan bunların heç birinə icazə verilmir. Yalnız da, baxın, məsəl üçün bir dənə tutalım olsun dəmir ağac. Dəmir ağacın dəsti kəsilir. Bu qoruqda ömür boyu qorunur. Amma yasaqlıqda isə müəyyən bir müddət ərzində qorunur. Məsəl üçün heyvandır da, tutalım müəyyən bir su quşudur. Onu müəyyən bir müddət, məsələn 2 il müddətində qoruyurlar, sonra çoxaldırlar, ondan sonra isə bu qorunma müddəti bitir. Başa düşdünüz fikrimi? Yəni müəyyən bir komponent, müəyyən bir ya bitkidir, ya heyvandır qorunacaq ərazi yasaqlıqda müəyyən bir müddət ərzində qorunur. Müəyyən bir müddət ərzində qorunur. İndi gəlin baxaq Azərbaycanda hansı qoruqlar, milli parklar, bir də ki yasaqlıqlar var və bunların yerləşmə əraziləri hansılardır? Bir gedək. Bayaq adını çəkmişdik ki, ellər oyuğu, eldaş amma elə bir yasaqlıqlar daha çox necə deyim, rayonların adı ilə bağlıdır. Məsələn, Şəkidir, Qəbələdir, Şəmkirdir. Buralara getməyəcəm. Bir dənə var Qarayazı. Baxın, Qarayazı yasaqlığı bu ərazidə yerləşir. Baxın, bu hissədə yerləşir. Sonra başqa istəsəz qeyd edə bilərsiniz. Baxın, bu 10 nömrə Qızılcadır. Qızılca yerləşir Gədəbəydə. Qızılca Gədəbəydə yerləşir. Sonra burada var Fil adası. Fil adası baxın. Baxın, bu hissə 12 nömrə. 13 Bəndovandır. 13 Bəndovandır. Bir də baxın burada Ruvorud 22. Bir də ki Zuvant var 23. Ruvorud, Zuvant. Birinci Zuvant gəlir, sonra da Ruvorud gəlir. Bir də var 24 olan Yirkan. Yirkan bu ərazidə yerləşir. Bunlar yasaqlıqlardır. İndi daha maraqlı olan hissəyə gedək, qoruqlar. Birincisi qızlar Zaqataladır. Zaqatala və Balakən rayonları ərazisində yerləşir. Burada Böyük Qafqazın cənub yamacının landşaftları qorunur. Sonra keçirik İlisu. İlisuda da eyni şəkildə Böyük Qafqazın landşaftları qorunur. Gördüyünüz kimi Qax rayonu ərazisində yerləşir. İlisudan sonra gəlirəm Qarayazıya. Baxın, bu hissədə yerləşir. Burada da Qarayazıda da Tuğay meşələri, Kürboy Tuğay meşələri qorunur. Bayaq dedik ki, şirin qurut sularının yer səthinə çıxması nəticəsində bu Tuğay meşələri yaranır. Bu 3 nömrədə də, Qarayazıda da Kürboy Tuğay meşələri. Sonra bayaq adını çəkdik, Eldar Şamı. Baxın, bu 4 nömrə ellər oyuğunda. Bir verin, bax, bu hissədə qorunur. Sonra keçirəm bura 5-ə. 5 Körçaydır, Körçay qoruğudur. Körçay qoruğunda Bozdağın landşaftı qorunur. Bozdağın landşaftı. Sonra baxın, bayaq dediyim Firuzə, ardıc var. Ardıc dedik ki, iynə yarpaqlı ağacdır. Bu Türyançay qoruğunda qorunur. Saqqız, bir də ardıc ağacı Türyançayda qorunur. Sonra bundan sonra gəlirəm Qaragöl. Qaragöldə fikir verin, Balakən rayonu ərazisində yerləşir. Göl landşaftı qorunur. Qaragöldən sonra gəlirəm Şirvan. Şirvanda özünüz bilirsiniz də, o ceyranlar qorunur. Səməd Vurğun da şeir yazıb. Bax, bu Şirvandır. Sonra gəlir Qızılağac. Qızılağacda elə bil ki, Qızılağacda o qışlayan quşlar qorunur. Əsasən Qızılağac körfəzi ətrafında. Bax, burada yerləşir. Fikir verin. Baxın, bu hissədə yerləşir.
Sonra Qızılağacdan sonra gəlir Bəsit çay. Bəsit çayda da elə bil ki, baxın. Elə bil ki, Dəmirağac qorunur Bəsit çayda. Bəsit çaydan başqa Göygöl var. Milli parkdır bu. Baxın, ərazidə yerləşir Göygöl Milli Parkı. Göygöl və ona bitişik olan 7 gölün landşaftı qorunur. Sonra Şahdağ var. Şahdağda da Böyük Qafqazın landşaftı qorunur yenə. Sonra Hirkan Milli Parkı var. Hirkan Milli Parkında relikt və endemik bitkilər qorunur, ağaclar qorunur. Sonra Həsən Əliyev adına Zəngəzur Milli Parkı var. Burada da Muflonda dağ keçisidir. Bu ərazinin landşaftları qorunur. Bu da bizim qoruqlarımızdır. Bununla yanaşı əlavə olaraq da sizə deyim ki, Azərbaycanda bayaq müəllimənin bayaq saydığı məsəl üçün Ağgöldür, Şirvandır. Bu qoruqlar əsasən yarımsəhra quru çöldə yerləşir. Qaragöl Alp çəmənliklərində yerləşir, landşaft olaraq deyirəm. Göygöl yerləşir meşə landşaftında. Məsəl üçün burada Ceyran çöl var, burada Qarayazı var, sonra burada Bozdağın landşaftının qorunduğu Körçay qoruğu var. Bunlar isə yarımsəhra quru çöl landşaftında yerləşir. İndi keçirəm müəllimə digər bir hissəyə, fiziki coğrafi rayonlaşma. Deyərdim ki, qızlar, fiziki coğrafi rayonlaşma tamamilə digər dərslərimizin bir növ təkrarıdır. Yəni nəyi keçmişiksə, biz bunları bura tətbiq edəcəyik. Amma əsas bilməmiz gərəkən nədir? Buradakı fiziki coğrafi rayonlar. Hələ ki müəllimə 6-cı günə qədər ikisini verirəm. Qalan 3-ünü də növbəti dərs verəcəm. Bir dənə Böyük Qafqazdan Lənkəranı götürəcəksiniz. Baxın, Böyük Qafqaz, bir də ki Lənkəran sırasında problem olacaq. Zəhmət olmasa qrupa da yazarsınız. Məsəl üçün Fatimə üçün də olsun da başa düşülən olsun. 2 dənəsini verirəm. Böyük Qafqaz böyükdür qızlar. Lənkəran isə kiçikdir. Ona görə birlikdə götürdük bunu. İndi keçirəm. Ən əsas bilməniz gərəkən nədir? Böyük Qafqaz fiziki coğrafi rayonu. Ümumiyyətlə Azərbaycan 2 dənə ölkəyə bölünür. Bir Qafqaz, Ön Qafqaz hissəsinə bölünür. Ön Qafqaz hissəsinə də baxın Böyük Qafqazdır, Kürdağ arasıdır, Kiçik Qafqazdır, Lənkərandır. Amma Naxçıvan isə Ön Asiya fiziki coğrafi ölkəsinə bölünür. Qafqaza digərləri aiddir. Bir dənə Naxçıvan, baxın 5 nömrə olan aiddir Ön Asiya fiziki coğrafi ölkəsinə. Bir dənə Böyük Qafqazdan bilməniz gərəkən nədir? 5 dənə rayona bölünür. Samur Dəvəki, baxın 1. 2. Qonaqkənd. 3. Zaqatala Lahıc. 4. Şamaxı, 5 isə Abşeron Qobustan. Bunlar haqqında da biz ancaq relyefindən, bitkisindən, hamısından danışacağıq. Bir növ təkrardır. Bir də var Lənkəran. Lənkəran da 2 hissəyə bölünür qızlar. Talış dağları, bir də ki Lənkəran rayonu. Yəni bu günə qədər keçdiklərimizi ümumi şəkildə 6-cı günə qədər təkrarlayırsınız. Olsun iqlimi, olsun çayı filan. Bunların hamısını ümumi şəkildə deyib testlərdə tapmağa çalışacağıq. Bu da bizim dərsimiz. Yəni yenə deyirəm, ümumi şəkildə təkrar olacaq bu mövzu. İndi müəllimə test vermişəm də yəqin ki, yox? Vermisiniz müəllimə. Bir dənə bölmə qalmışdı, əgər səhv eləmirəmsə. Testi bitirməyə bir bölmə qalıb. Coğrafi təbəqə idi deyəsən. Aha. 100 neçə dənə test idi. 100 mən baxım. Coğrafi təbəqənin komponentləri. Tapdım məncə. Yox. Bu 148, bunun testini. Bunun elə birinə gedəcəm. Çox getdim. 291. Dəqiqə. Çatıram. 190, 89. 91. Aha. Buyurunuz. 7.
7. Ne deyir burada? Daha çox landşaft qurşağının müşahidə edildiyi dağlar. Müəlliməyə bax, Hündür dağda daha çox landşaft qurşağı olacaq. Hündür dağ. Bax, Arktikdə 6000 metrlik dağ olmaz. Subarktikdə landşaft qurşağı çox olmaz. Burada daha hündür olan deyir ekvatorial enlikdə hündürlüyü 2000 metr olan. 2000 metrdə səncə daha çox landşaft qurşağı olarmı? Bəli. 2000 metrdə. Hə, yox, yəni yüksək olsun. Hə. Ay sağ ol. Nisbətən daha yüksək olmalıdır. Ona görə bunu götürmürəm. A getdi. Tropikdə yerləşən 3000. 3000 də olmaz. Ən hündür dağ 5000. Bildim. Növbəti. Hı. 35 var məndə. Firuzə səndə quzum? 20. 20. Nə deyir? İqlim tipinə uyğun olmayan təbii zonu və torpaq. Baxaq. Mülayimdə çöl, meşə, çöl, qara var. Aralıq dənizi, cocarpaqlı, qəhvəyi, okey. Mülayim dənizdə savanna yaranmaz qızlar, heç bir halda. Ekvatorialda da rütubətli ekvatorial meşə, düzdür, subtropik kontinent, bəli. Mülayim dənizdə savanna. Savanna və seyrək meşə əsasən şeydə yaranır, siz deyin adını. Subekvatorialda əsasən. Növbəti. 25. Landşaftların təsnifatı. Landşaftın təsnifatı odur ki, landşaft əmələ gətirdiyi amillərin inkişaf qanunu, bitki örtüyünün öyrənilməsi. Nə deyir? Landşaftın təsnifatı. Təsnif eləyirsən də, oxşar əlamətlərinə görə landşaftın qruplaşdırılması. Next. Məndə 46-dır. Səndə 35 idi ya? Bəli, müəllimə. Deyir, aşağıdakı əlamətlər təbii zona. Baxaq. Fəsli dəyişkənlik, orta illik temperatur 20 dərəcədən yuxarı, bitki örtüyü və heyvanat aləmi zəngin, torpaq örtüyü qalın. Bax müəlliməyə, səhra torpaq örtüyü qalın olmaz. Tundrada da olmaz. Rütubətli ekvatorial meşədə fəsli dəyişkənlik yoxdur. Burada qalıram bu ikisinin arasında. Savannada 2 fəsil var. Enliyarpaqlı və musson meşələrdə, amma 4 dənə fəsil var. Ona görə də cavab D bəndi olur. Bəli, bildim. Bir dəqiqə. Burada deyir, orta illik temperatur 20 dərəcədən yuxarı. Savannadır. Burada çox xırda bir məsələ var. Gəl mən deyim. Bu bizi çaşdırdı. Bu orta illik temperatur 20 dərəcədən yuxarı olanda enliyarpaqlı meşə olmur. Enliyarpaqlı bizdədir. 20 dərəcədən yuxarı orta illik temperaturu deyə bilmirik də. Burada savannada niyə fəsli dəyişkənlik müşahidə olunur deyir? Çünki savannada 2 dənə fəsil var. Mən fikirləşdim 4 fəsil. Bunlar elə nəzərdə tutmayıblar. 2 fəsil. Quraq, qış, rütubətli yay. Bax belə nəzərdə tutublar. Balaca mübahisəli sualdır deyə bilərəm. Növbəti. 42. 42. Qara dənizin şərq sahillərində sarı torpaqların yayılması, sarı torpaq varsa iqlimi Lənkəran kimidir. Lənkəranda sarı torpaq iqlimi necədir iqlimi? İsti, bir də ki rütubətli olması. Yadında saxla ki, Lənkəranın nəyi? Bəli, bildim. Növbəti. Qızlar. 46. Bəli. Okey. Orta illik temperatur rütubətlənmə əmsalına əsasən torpaq əmələ gəlmə intensiv getsin. Müəlliməyə bax burada görürəm. Bax bu. 3 olacaq. Deyəcəksən niyə? Bax burada 0.2-dir. 0.3-dür. Burada azdır. 0.4-də. Burada da fazla rütubətlidir. Digərləri çox qurudur. Bu amma çox rütubətlidir. Biz belə orta bir qiymətdə 0.8, 0.9, hətta deyərdim 0.7 də torpaq əmələ gəlmə yaxşı olar. Ona görə C olur.
62. Firuzə 62-yə qədər. 54. Neçə əzim? 54. Tayqa. Yadında saxla. Tayqa iynəyarpaqlı meşədir. İynəyarpaqlı meşə, bax bu ikisinin arasında qalaram. Tayqa üçün. C-dən D-nin arasında qalaram. Bu C-dən D-dən elə bil ki, hansı olar, hansı olmaz. C olar, D olmaz. Niyə bilirsən? Çünki bu çox rütubətlidir. Burada bataqlıq yaranacaq da. Bu 350 böl 300. Bax burada 2 qat filan azdır da buxarlanma. Bura sırf bataqlıq olacaq. Ona görə cavab olur C. 350 yağıntı olar, 300 də buxarlanma. 63. 63. Bəli. Təsvir olunan. Müəlliməyə bax, bir dənə baxın bura. Təsvir olunan iynəyarpaqlı meşədir. Səciyyəvi əlaməti tayqa. Bax, ye. Bayaqkı sualın davamı kimi bir şeydir. Bunu istəsəz özünüzə qeyd edin. Tayqa üçün yağıntı 350, buxarlanma 300. Məndə 64 də var. Aha. Təbii zonaların torpaqlarının məhsuldarlığının artmasına görə ən az məhsuldar nə olar? Tundra olar. Tundra 2-dən başlayacaq cavabımız. Ən çox məhsuldar da nə olar? Enliyarpaqlı meşəmi? Bir dənə baxım. 3-mü, 4-mü? Birdən başlayıb. Bax, tundra ən az məhsuldar oldumu? Tundra. Tundradan sonra nə gələr? Təbii ki də tayqa gələr. 2-dən sonra 3. Sonra enliyarpaqlı meşə, sonra da savanna. Nə oldu? Savanna, bəli. Bildim. Biraz savanna məni çaşdırdı, amma sonra fikirləşirəm ki, nisbətdə hə. Amma belə ən çox məhsuldar mülayimin çölüdür, qara torpaq. 72, 73 olmalı. Rütubətlik əmsalı vahiddə bərabər və vahiddən böyük. Çox rütubətlənməli də bu. Bu boz olmaz. Boz. Açıqsa bu da boz olmaz. Bu da boz olmaz. Bunun arasında qalıram. Qonur meşə, qırmızı ferrolit, podzol. Qara torpaqda çöldə vahiddən böyük deyil. Vahiddən azdır. 0.8 falandır. Ona görə olacaq bax. Sonra dedin 73. Rütubətlik əmsalı vahiddən kiçik. İndi bu bozları seçəcəm. Bir dənə baxım. Hə. Boz, boz qonur, boz çəmən. 78. Ölkə ərazisinin şimaldan cənuba belə bir yerdə uzanır. Nəyə səbəb ola bilər? Əlbəttə ki, daha çox təbii zona əmələ gələr. Daha çox iqlim qurbağı. Burada bir iqlim qurşağı, buradan bura bir, buradan bura bir belə. Çoxlu iqlim qurşaqlarında yerləşir. 83. Səbəb nəticə. Quraqlığın artması, kserofit. Okay. Düzümü deyir? Düzdür. Qara torpaqların formalaşması, rütubətlik əmsalının vahiddən kiçik olması. Belə bir ardıcıllıq ömrümdə eşitməmişəm. Meşə qırılır, eroziya intensivləşir. Okay. Taxıl bitkilərinin əkilməsi, çöl və meşə çöl zonasının genişlənməsi. Bunu deyə bilmərik təbii ki. Yerin öz ətrafında hərəkəti susqalıq ritmlərə səbəb olur. Düzdür, ifrat daha çox ərazinin mənimsənilməsinə yox, əksinə səbəb ola bilər. 1-3-5. 84. 84. Bir dəqiqə.
1200, 1400. Gəl belə eləyim. Səhranı birinci tapım. Bax 200 yağıntı, 1800 buxarlanma. Bu səhra olacaq. Tabii. Bunu belə götürəcəm. 4-ə də ekvatorial meşə olacaq. Təbii ki, 4-ə də A. Qalır 1-dən 2. Bax, 1-də 1200 yağıntı, 1400 buxarlanma. Yağıntı var, buxarlanma da çoxdur da. Bu olacaq savanna və seyrək meşə. Düzdürəmmi? 600-800-ə də 600 yağıntı, 800 buxarlanma da bu da ekvatorial meşəyə uyğun, yox, ekvatorial yox, üzr istəyirəm. Çöl meşə çölə uyğun gələcək. CDBA. CDBA. Y bəndi. Növbət Y. Ben 96. Firuzə 96'ya qədər varmı? 95 var. Hı -hı. 5. Bax bu torpaq fondunun insanlar tərəfindən, bunu istəsəz qızlar yazın. İnsanlar tərəfindən mənimsənilməsinə görə artma dərəcəsi. Bunu qeyd eləyin. Çox önəmlidir. Aşırı önəmlidir. 1. Bax, az yararlı və yararsız torpaqlar. Bu 1. Sonra meşə və kolluqlar. Bu 5. Bu 2. Elə bil ki. Sonra çəmən və otlaqlar. Bu 3. Sonra becərilən sahə. Ən sonda isə yaşayış məntəqələri və sənaye nəqliyyatda işlənən torpaqlar. Bax, bu sıralamanı yazın. Yazırsınız torpaq fondunun insanlar tərəfindən mənimsənilmə dərəcəsinə görə artan sıra. Az yararlı və yararsız torpaqlar, meşə və kolluqlar, çəmən və otlaqlar, becərilən sahələr, yaşayış məntəqələri, sənaye və nəqliyyatda işlənən torpaqlar. Yazdım. Okay. Mən də yazdım. Aha, 95, 96 demişdi səhv eləmirəmsə əgər ki. Bəli. Müəllimə bax, yağıntı böl buxarlanma. Burada vahiddən böyüklük var. Vahiddən böyüklükdürsə, bu səhra olmaz 1. Meşə olar, savannada 700-800 yağmaz. Çox yağacaq da, yəni 800 yağmaz savannada, daha çox yağacaq. İndi mən ehtimallardan gedəcəm. Bu getdi. 2-yə baxıram. 250 yağ, bu 100% səhra olacaq. Ya səhra, ya yarım səhra. 2-də səhra ya da yarım. Savanna olarmı? 250 yağıntı İraq olsun. Cod yarpaqlı meşə də olmaz. Bax, 1 meşə. 2 yarım səhra. 3 tundra, 4 savanna dediyim formaya uyğun gəlir. 1200 böl 1500. Bəli, A bəndi. 97 də onlardı. Aha. Yalan deyərəm. İndi bunu sən de müəlliməciyinə. Deməli, orta çox illik iqlim göstəriciləri əsasən ərazidə formalaşan birinci təbii. Deməli, birincidə 27 dərəcədir, yağıntı 200-dür, mümkün buxarlanma 1200-dür. Onda burada quraq ərazidə hardasaq, başa düşürəm. Sağ ol səni. Bura demək savanna olar mı? Xeyr olmaz, ona görə çıxarıq. Çıxdım. Qalan hamısı olur. Çox gözəl. Sonra ikincidə deməli 2 dərəcədir havanın temperaturu, yağıntı 300-dür, mümkün buxarlanma 200-dür. Deməli bura soyuq ərazidə. Ay, sağ ol. Ona görə səhra A-nı çıxdıq yoxsa çıxdıq. Yox. Sonra düz deyirsən. B-yə bax. B-ni çıxırıq. Ay, sağ ol səni. Digərlərini qoyuruq hələ ki. Hələ ki qoyaq bunları. 3-ə bax əzim. Üçüncüdə deməli 13 dərəcə temperaturudur, yağıntı 400-dür, buxarlanma, mümkün buxarlanma 600-dürsə, deməli burada buxarlanma çoxdur, temperatur, yəni belə normaldır da müəllimə. Elə normal. Ona görə üçüncüdə deməli tayqa, çöllər,
Dağ çəmənlikləri. Məncə D çıxsın burdan. İraq olsun. Çıxmasın. Ya çıxır. Yaxşı qalsın. Neyini Tayqa. çıxart da, tayqanı çıxart. Çünki 13 dərəcə tayqada olmazsa soyuq yerdə ora. Bir də dağ çəməni də soyuqdur. Bəli. 4-də də deyir. Hə, 4-də də 26 dərəcə, yağıntı 2200, buxarlanma qabiliyyəti 1500. Buradakı isti ərazidir. Bəli, bildim. Növbəti 101. 101. Bəli. Burada qalıb. Müəllimə bax, prairie Şimali Amerikanın çölüdür. Pampa Cənubi Amerikanın çölüdür. Prairie mülayim və subtropikdədir. Pampa təkcə subtropikdədir. İndi onu şey eləyəcəm. Mülayim subtropikdə prairie dediyim kimi 1. Əsasən qırmızı qara. Qırmızı qara Pampadadır. Bu getdi. Cənub və qərb yarımkürəsində şimal və qərb yarımkürəsindədir. 1-5. İnkişaf etmiş, bəli, ABŞ-dadır, Kanadadadır. Bu prairie. Pampada dediyim kimi Argentina, burada yazılıb elə. Argentina, Uruguaydadır. Qərb və cənub yarımkürəsindədir. Qırmızı qara torpaqlar var. Bax qızlar, yadınızda saxlayın. İstəsəz qeyd edin. Etmək istəyirsizmi? Bəli. Çöl zonası. Avrasiyada mülayimdə. Şimali Amerikada mörtəzədə yazın prairie. Mörtəzəni bağlayın, yazın. Mülayim və subtropik qurşaqda. Cənubi Amerikada isə mörtəzədə yazın Pampa. Qoyun subtropik iqlimdə. Yayılıb. Aha, belə qızlar. Növbətim. Müəllimə, məndə 110 var. Firuzə, səndə? Məndə 116-dır, hələ ki yoxdur. Okey, 110. Görək nə gəlir başımıza 110. Deyir ki, yer kürəsində bitki və heyvanat aləminin müxtəlifliyinə səbəb nədir? Əlbəttə ki, mütləq hündürlüyü müxtəlifdir. Yəni dağda ayrıdır, nə bilim, səhrada ayrıdır. Yer kürəsində həmişəki kimi hər şeyin başında su və quru sahənin qeyri-bərabər paylanması əhali ilə əlaqəsi yoxdur qızlar. Bitki, heyvanın əhali ancaq ziyan verir. Yer qabının qalınlığı da yoxdur. Uzunluqdan heç bir halda asılı deyil. Bir də ki, bu isti və rütubətin qeyri-bərabər paylanması, su və qurunun qeyri-bərabərliyi, isti və rütubətin qeyri-bərabərliyi, bir də ki, mütləq hündürlüyün qeyri-bərabərliyi. 1, 2, 6. 116 demişdin də Firuzə. Nigar 116-ya qədər var əzim? Xeyr, müəllimə. Bax, buradan görən kimi deyirəm. İfrat rütubətlənmə. Tundra qleyli, podzol, bir də ki, qırmızı sarı ferrolit. 2, 4, bir də ki, 5. Next. Növbət. Məndə 129 var. Nigar.
Hə, məndə 126 var. Elə bax. Ona baxırdıq. Yox, açıb qoymuşam, səndən nömrə gözləyirdim. Mətni diqqətlə oxuyun, uyğun landşaftları müəyyən edin. İnsanlar son dövrlərdə təbiətə daha çox zərər etmiş və onu dəyişdirmişdir. Və nəticədə təbii landşaftlar mədəni landşaftlarla əvəz olunub. Bu ərazilərin təbii amillərin az da olsa təsiri qalmaqdadır. Müəlliməyə bax, daha çox dəyişdirilən əraziləri seçirik. Daha çox dəyişdirilən əraziləri insan təsiri. Baxın, nə olar? Əkin sahəsi, su anbarı, bir də ki, şəhər. Və Bəli. mədəni landşaftdır da bunlar. İnsanlar tərəfindən yaradılan süni landşaftlardır və təsəvvür edin, insanlar bu mədəni landşaftları özləri yaradır. Hələ bir özləri dəyişdirirlər. Düşünün. 126'dan sonra neçə demişdik? Firuzə 129 mu? Bəli. Tayqa. Müəlliməyə bax. 26 dərəcə tayqa, nə əlaqə? 300 yağıntı, 1200 buxarlanma, nə əlaqə? 3 olar zənnimcə. 3 olar. Yox, 3 də olmaz. Çünki -7-dir. 7 olsa 3 hardasa yola gedərdi. Burada -7-dirsə, sənə meşə tundra falan belə bunlar əmələ gəlib. Bu da olmaz. Digərləri hamısı uyğun gəlir mənim fikrimcə. 350, 300, 400, 320, 380, 300. Bəli. 1, 2, 3 olmur. Burada tundra, meşə tundra yaranır. -7. Müsbət 7 olsaydı hardasa yola gedərdik. Növbəti 130. Meşənin üçün burada çox güman nəzərdə tutub bu ekvatorial meşə, enli yarpaqlı, iynə yarpaqlı. Mən elə başa düşürəm. Çünki burada meşənin növünü qeyd eləmədiyi üçün bir balaca çaşa bilərik. Bax, burada meşə yarana bilər. 1200 burada. 1900 burada da yarana. Bax, -800-də meşə yaranarmı? İraq olsun. 26 dərəcədə burada enli yarpaqlı meşəni nəzərdə tutmuyub. Bax, 26, 2000 bu olar. 20-si, bu səhradır. Fikir ver, Firuzə. 300, 1200. Bu da hardasa çölə oxşuyur. Burada da meşə yaranmır. 3, 5, 6. Burada enli yarpaqlı, rütubətli ekvatorial meşə yaranar. 4-də yəni. Burada deyirəm bayaqda. Növbəti 136 var məndə müəllimə. 34 dedik, sonra 136. Tayqa, subarktik. Tayqa dedik, mülayimdədir. Getdi. Bax, bu düzdür. Aradığımız kan bulundu. Codyarpaqlı tropik yox, subtropik, İraq olsun. Qarışıq meşə subtropik yox, mülayim. Preri mülayim, qara torpaq, okey, biz deyən. Pampa subtropik, qırmızı qara. Bayaq yazdığımız 2, 5, 6. 136. Şimal yarımkürəsindədir. 45 şimal enliyində yerləşən Venesiya şəhərindən 180 azimutla 7215 kilometr. Gəl gedək oradan. 7215. 7215 böl 111. 65 dərəcə gedəcəm. 45 şimal enliyindəki Venesiyanı tapıb 65 dərəcə cənuba gedəcəm qızlar. Bura olacaq 45. 45-dən 65 cənuba gedəndə 20 cənub enliyinə çatacam qızlar. 20 cənub enliyi. Bu 23.5-dir. Bax bura. 20 hardasa bura olacaq. Uzunluğu nə idi qızlar? Bir dəqiqə. Uzunluğuna baxaq. Şimal yarımkürəsində Venesiya şəhərindən uzunluq verilməyib. Bir dəqiqə. Biz dəqiq gedək. Bax, bu Venesiya və buradan gedib belə.
Bax bura. Hardasa bura gəlib. Oldu mu? Bura gəlib. Getdik. Getdik. Görək nə deyir bizim testimizdə. Cənub yarımkürəsində yerləşir. 20 cənub enliyi. Doğrudur, doğrudur. Mülayim deyil, tropikdir dedik. Hə, tropik. Günəş ildə 2 dəfə zenitdə olur. 23.5 şimal enliyi, 23.5 cənub enliyi arasındadırsa, Günəş ildə 2 dəfə zenitdə olur. Burada heç bir nə yoxdur. Doğrudur yəni. Ekvatora qədər olan məsafəsi qızlar. Siz deyin adını. 2220'dir. 20 dərəcədir, 20-ni 111-ə vururuq, 2220. İndi deyək, yay gün dönümündə günəş şüası 48.5. Bax, belə hesablayırıq da. 90 çıx enlik, çıx 20, çıx 23.5. 70 çıx 23.5. 70-dən 23.5 çıxmağa yaxşı riyaziyyatçı istəyirik. 6 46.5. Burada da deyir 48.5. Demək ki, neymiş qızlar? Bu da səhv imiş. 1, 3, 4. Karoçi. Bəli. Next. Məndə bitdi. Buyurunuz Firuzə xanım. 139 var. Əcəb bu hayalım. Dağ zirvəsində atmosfer təzyiqi 320-dir. Daimi qar xəttindən aşağıdadır. Zirvəsində atmosfer təzyiqi 610-dur. Daimi qar xəttindən yuxarıdadır. A və B zirvələrinin yerləşdiyi dağların ətəyində normal atmosfer təzyiqi olarsa, mən sənə deyim. A zirvəsi 760-dan 320-ni çıxırsan edir 440. Demək, A-da 4400 metrdir hündürlük, amma biraz ekvatora yaxındır. B-də 610-dur, 760-dan 610 çıxırsan 1500 metr. Bu şey qütbə yaxındır. Qütbə. Deyir, hər iki zirvənin coğrafi koordinatları eynidir. Dedik, eynidirmi? Deyil. Bu getdi. A zirvəsində deyir, ən uzun qütb gecə və gündüzləri müşahidə olunur. A-da yox, B-də. A zirvəsinin yerləşdiyi dağ sistemində daha çox landşaft qurşağı var. Bu okey, düz deyir. Tamamilə düz deyir. 3. B zirvəsi subtropik. B-də subtropik deyil. B daha qütbə yaxındır dedikdə, A zirvəsi ekvatora daha yaxındır. B zirvəsinin hündürlüyü də 1500-dür. 3, 5, 6. Düz. Növbəti. 143. Tayqa, savanna, tundra. Qırmızı qonur, hündür ot örtüyü. Tabii ki də savanna. Podzol, çimli, podzol. Bir daha fikirləşim. Tayqa. Uzun və şaxtalı qışa, mülayim yaya, tundra, subekvatorial iqlimdə, tropik nisbətən subtropik iqlim qurşaqlarında formalaşır. Bu təbii ki də savannanın xüsusiyyətidir. İl boyu isti və rütubətli, bu heç birinə aid deyil. 1-ə B, 2-yə A, D, 3-ə də C. Növbəti. 146. Biogenə qədərki dövr. Bax, burada bir deyim, bıbılladımla. Üzvü mənşəli çökmə suxurlar. Əlbəttə ki, üzvü mənşəli çökmə suxurlar, biogen. Ətraf mühitə antropogen təsir. Müasir dövr. Yerin ilk bərk təbəqəsi, təbii ki, biogenə qədər ki, qlobal ekoloji problemlər. Müasir dövr. Atmosferdə karbon qazının miqdarı kəskin azalmışdır. Kəskin azalma söhbəti bitki yaranan vaxt olub. O da biogen dövrə. 1C. Bir dəqiqə burada. 1C, 2A'yı. Bax, gözəl yazmamışam amma 3də B'dir. Növbəti. Məndə də qutardı. Aha, əla. İndi qızlar.
Birinci hissənin ən sonuncu bioehtiyatların yer kürəsində paylanmasını. Əslində 10 dəqiqəmiz var, amma düşünürəm nə qədər işləsək o qədər xeyirdir. Firuzə, elə biridir. Bəli. Deməli, hansı təbii jurnallar Müəllimə. daxilində baxılmalı? Ayca. Mən çıxmalıyam, mənim dərsim başlayacaq. Onda testi, bax 207 test var, 100 dənə götürəcəksən. Ha, yaxşı. Sağ ol. Bəli, sağ ol. Sabaha verirsiniz. Yo. 6-cı günə. Onda mən də qeydiyim. Onda sabah dərs seçməm məsələn. Bunu işləyəcək. Gəl sabah bunu işləyərik Firuzə. Oxuma, yox. Sabah bunu işləyərik, qalanını 6-cı günə verirəm. Olarmı əzizim? Bəli, çünki çoxdur mən. Məncə də bu ikinci hissədən bir təhər çıxaq. Sabah bunu işləyərik. Bir dənə qrupa yazarsan ki, təkrar eləsin uşaqlar. Bu bölmənin adını yazarsan. Bu bulduya qaldım. Qoy bu adını deyim. Yox, adını deyə bilmirəm. Təəssüflər olsun ki, çünki PDF-i bağladım. Bioehtiyatların Yer kürəsində paylanması. Aysel, sən məndən daha şeysən, yaddaşlısan. Onu bir dənə təkrar eləyin təzədən. Tez işləməyə asan olsun. Sabah nə qədər işləsək, qalanı sizə 6-cı günə qalacaq. Olacaq belə. Oldu Firuzə. Sağ ol əzizim. Növbəti dərs görüşərik quzum. Sağ olun.